Elə bu səbəbdən də çəkiliş etməyimiz mümkün olmadı. Məsələyə Daxili İşlər Nazirliyindən mövqe bildirilib. Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və Elə bu səbəbdən də çəkiliş etməyimiz mümkün olmadı. Məsələyə Daxili İşlər Nazirliyindən mövqe bildirilib. Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və Elə bu səbəbdən də çəkiliş etməyimiz mümkün olmadı. Məsələyə Daxili İşlər Nazirliyindən mövqe bildirilib. Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və Elə bu səbəbdən də çəkiliş etməyimiz mümkün olmadı. Məsələyə Daxili İşlər Nazirliyindən mövqe bildirilib. Qeyd olunub ki, tikinti şirkətinin iş icraçısı və